Eyni mövqedən danışan adamlar bu dünyada düzgün ola bilməzlər. Mücərrəd insan şüuru və insanlar arası münasibətlərdə eyni fikirlər, eyni istiqamətlərdə həmişə doğru deyil. Hətta fəlsəfi həqiqətlər belə bir-birinə ziddi gələ bilər. Ona görə də bir mövqedən danışıb sona qədər eyni xəttlə davam edən adamlar yalancıdır ya da götləri istəyirlər. Sizə yalan deyirlər, sizə aldadırlar. Əslində belə baxanda əcəb deyirlər, çünki bir çox hallarda günah aldadanda yox, aldadılandadır. Aldadan adam həmişə qarşısındakının eşitmək istədiyi sözü ona deyir. Yəni konfetini verir. İnsan o qədər alçağın uşağı alçaqdır ki, daxilən inanmadığı şeyə sadəcə rahatlığı üçün inanmaq istəyən biridir. Ona görə də Allah yalancılardan daha çox yalanlara məruz qalanları sorğu-suala çəkəcək. Axı niyə istəyirdiniz ki, hələ bir sizə yalan da desinlər? Kimsə sənə yalan deyibsə, sən bu yalana çox güman gələ özün eşitmək istəmsən. Hər kəs zəif yerindən vurulur. Hər kəs hər an axmaq, hər kəs ən axmaq, ən avam olduğu yerindən aldadılır. Necə ki, qalın geyinməyib soyuqluyursunuz. Eynən həyatda da kimsə sizi vuranda, əksər hallarda günah ilə sizdə olur. Sizin inandığınız Allah özü müqəddəs Quranda hər şeyin qaydasında olacağına söz verməyib. Siz sadəcə qalın geyinməmişdir, sizi soyuq vurub. Günah ətraf mühitdə yox, sizin niyə bu qədər axmaq olduğunuzdadır. Kiçik xəyanətlər edənlər məsuliyyət daşımır. Əksinə onlar həyatı dərsdir. Daha böyük xəyanətlərə məruz qalmayasınız deyə. Bir də xəbərdarlıqdır. Böyük xəyanəti edənlər də məsuliyyət daşımır. Canınız çıxardı, kiçik xəyanətlərdən dərs çıxarardınız. Günah əksər hallarda qurbanın özündədir. Çünki qurbanların bir çoxu əslində alçağın uşağı alçaqlardır. Yaxşılığın edilməsi sizdən əsasən cömərtlik, ürək açıqlıq tələb edir. Amma pislik etmək yaxşılığa nisbətdə bəlkə də daha çətindir. Pislik həmişə risk tələb edir və buna görə də sahibinə daha çox ziyan vura bilərdi. Yaxşılıq açıq ürək, pislik isə ustalıq və güclü ağıl tələb edir. Sən insanları aldatmalı, hiyləkələk gəlməlisən, risk eləməlisən. Siz pis bir insan kimi yaşamaq üçün o daimi qorxu ilə yaşamağa hazır olmalısınız. Həyatınızda gizlincə etdiyiniz rüsvayçılıqlara görə şərəfinizlə, hər şeyinizlə qumar oynamalısınız. Pisliyin tələb etdiyi qurbanlar yaxşılıqdan daha böyük gəlir. Əksər hallarda pislik ağlı işlətməyi tələb edir. Bir çox qurbanlar isə sadəcə axmaqdırlar. Onlar həmişə üstdə olanların alçaqlığından şikayət edirlər. Əslində üstdə olan adamın alçaqlıq etməsi, özündən razı olması, tənəli rişkəndli sözlər danışan adam olması, zəifləri bəzi hallarda və əksər hallarda elə o cümlədən də əzməsi heç də o demək deyil ki, o pis adamdır və qurban yaxşı adamdır. Məsələ burasındadır ki, o adam başqasını əzə biləcək gücə gəlib çatdıqdan sonra bunu eləyib. Qurban isə özü əzilən mövqeyində olduğu üçün yalnız öz canının hayındadır. Can hayında olan adam ancaq özü üçün mədəd diləyə bilər. Ən böyük alçaqlıq özün əzildiyin halda səndən zəif olanın başından basmaqdır, acığını ondan çıxmaqdır və onu da deyim ki, hər kəs cəsarətli olsaydı, alçaqların sayı indikindən daha çox görünərdi. Əksər yaxşılar pislik etməyə cəsarətə çatmayan adamlardır və eyni zamanda ağıl gücündən istifadə edə bilməyənlərin çoxu da qurban maskasına sığınır. Yaxşılıq özü bir çox cəsarəti və ağılı olmayan adamların öz rəzil vəziyyətlərinə verdiyi estetik bəhanələrdir. Ağlı və cəsarəti olmayan hər kəs kənardan yaxşı görünür. Əslində isə bu mən yaxşı adamam deyən adamların çoxu sadəcə bütün uğursuzluqlardan sonra heç istəmədən özlərinə bu adı götürənlərdir. Kimsə özünə yaxşı adam deyirsə, bu əksər hallarda həmin adamın zamanında çox gizbəsər cəsarətsiz bir adam olmağının, yəni maddiyyatının ziyanını mənəviyyatla çıxmağa çalışmasının sübutudur. Mən isə onlara deyirəm, Allah sizə inanmır. Əslində çox adam yaxşı adam olmaq istəmir. Hamı özünü yaxşı hiss etmək istəyir. Bu alınmayanda isə insan öz-özlüyündə əxlaq dilemmasına minnət edir. Əxlaq dilemması insanın piştaxtada əvvəl bəyənmədiyi, lakin daha yaxşısını tapa bilmədiyindən geri qayıdıb yenidən götürdüyü bir məhsuldur və salam. Bu çarəsizlikdir. Çoxunun yaxşıyam dediyi şey qorxunun və ağılsızlığın gətirdiyi əlacsızlıqdır. Mən demişdim, insanın əsl mahiyyəti o tam iradə ilə, ağılla və imkanla ortaya çıxır. Yox, əgər desəniz ki, biz yaxşıyıq, beləyik, filanıq, onda mən bir iblis olaraq sizdən soruşuram. Kim idin dersən, deyir, mən qurbanam, mən yaxşıyam.
mən düzgünəm. Bəs bu qədər qurban, yaxşı, düzgün adam varsa dünya niyə bərbaddır? Niyə hələ də sizin kimi bədbəxtlər bu qədər çoxdur? Bu qədər yaxşı adam niyə dünyanı düzəldə bilmir? Azlıqda olan pislər dünyanı bərbad günə qoyur. Amma saysız hesabsız yaxşılar niyə heç nə bacarmır? Çünki axmaq və qorxaqdırlar. Amma onu da deyim ki, mərdlər qorxaq olmaz. Qorxsalar belə qorxunun üzərinə gedərlər. Demək ki, siz qorxaqsınız və gəlin bir şeydə qəbul edək ki, qurban insanların çoxu ən alçaq adamlardır. Çünki yaxşılıq etməmişdən əvvəl insan ən azından pisliyi bacarmalıdır. İnsan pisliyi yaxşılığa nisbətdə daha ürəkli eləyər. Daha sonra yaxşılığa dönər. Bir insan ki, pislik edib ən azından özünün qurban vəziyyətində düşməyinə mane ola bilmirsə, o adam yaxşılığı, ürəyi açıqlığı necə edə bilər ki? Yaxşı adamın etdiyi əməl o zaman doğru sayılır ki, onun pislik etməyə cəsarəti, ağlı və şəraiti imkan verir. O yaxşılıq etməyi seçir. Pislik etməyə imkanı var, amma yaxşılıq edir. Çox adam sadəcə qorxu və ağılsızlıq ucbatından yaranan variant çatışmamazlığından, həmin o lənətə gəlmiş variant çatışmamazlığından pislik etmir. Edə biləcəyi yeganə şey olsa başqalarına rüşvət xatirinə etdiyi yaxşılıq ola bilər. Pislik edə bilməyən, yəni pislik etməyə gücü, imkanı çatmayan adamın etdiyi yaxşılıq isə öz canı üçün başqasına verdiyi rüşvətdən də başqa bir şey deyil. Vəssalam. Bunların nəinki yaxşılığı, Allaha etdikləri həm də sənaları belə rüşvətdir.